Salam hamıya. Bugün sizə bu güllərin toxunuşunu göstərmək istəyirəm. Kvadrat motivdir. Ortasında gül 8 ləçəkdən ibarətdir. 2 sıra ləçək toxuyuruq. Hər iki sırada 8 ləçək var. Ətrafındakı kvadrat da adi nənə kvadratıdır. Burada bir sıra kvadrat toxudum cəmi. Kiçik oldu. Burada da 2 sıra toxumuşam. Burada istədiyiniz miqdarda sıra toxuya bilərsiniz. İstəyirsiniz 10 dənə, 15 dənə toxuyun. Fərqi yoxdur. Gəlin elə dərhal başlayaq. Gülümüzü hamısını bir rənglə də toxuya bilərsiniz. Hər sıra rəngdə dəyişə bilərsiniz. Maraqlı olsun. İlməmizi başlayaq. Bu belə başlanğıc ilməni həmişə eyni ildim. Bütün videolarımda var. Okay. Buradan 4 dənə zəncir toxuyuruq. Və bu 4 dənə zənciri halqaya birləşdiririk. Ən birinci zəncirin hörüyü oxşuyur bu zəncirlərimiz. İçinə keçirik belə. Və bu sol ilməni də sağ ilmədən keçirdirik. Buradan belə halqamız yarandı. Bunun içinə indi toxuyacağıq. İndi birinci sıranı başlayırıq. 1, 2. 2 dənə zəncir toxuyuruq. İndi biz bura bir atmalı yarım sütun toxumalıyıq. Bu nədir? Bir dəfə sap atırıq milçənin üstünə. Gedirik bura mərkəzə. Bu tərəfdən sap çıxardırıq ön tərəfə. Deməli, milçəmizin üstündə 3 dənə ilmə var. Bu 3 ilmənin hamısını birlikdə toxumaq lazımdır belə. Sap aldıq. Belə keçirdik. Hamısını bir yerdə toxuyuruq. Bu bizim bir atmalı yarım sütunumuzdur. İndi bir dənə zəncir toxuyuruq məsafə üçün və həmin bu halqanın içinə 2 dənə bir atmalı yarım sütun toxuyuruq bayaqki kimi. Bunu belə toxuyaq. Bu 1, bu da 2. Baxın, cüt oldu. Bir dənə də zəncir. Sonra 2 dənə də yarım sütun. Bir dənə də. Bir dənə zəncir. Yenə 2 dənə yarım sütun. Yenə zəncir. Deməli, baxın. Burada birinci sırada bu yarım sütunlardan cüt-cüt toxuyuruq. 2-2 və hər cütün arasında bir zəncir məsafə buraxırıq. Və cəmilikdə burada 8 cüt belə sütun toxumalıyıq və hamısının da arasında bu bir zəncir məsafə olacaq. İndi pauzanı basım, sıranın sonunda görüşərik. Sayımızı yoxlayaq. Deməli, başlayanda 2 zəncirlə başlamışdıq. Həmin 2 zənciri də bir dənə bir atmalı yarım sütun kimi sayırıq. Ona görə bu ikisi bir yerdə elə bir cüt olacaqdır. Bu 1, bu 2 cüt, bu 3, bu 4, bu 5, 6, 7, bu da 8. Düzdür. Sonuncu bir dənə zəncirimizi toxuyuruq. Həmin bu 2 zəncir toxumuşduq. Onun ən yuxarıdakının içinə keçib sıramızı bağlayırıq bu şəkildə. Buradan əslində bunun hamısını da eyni rənglə toxuya bilərsiniz. Amma rəng dəyişmək daha maraqlıdır. Mən buradan sapa kəsəcəm. İndi keçək ikinci sıramıza. İlk ləçək sıramızı başlayırıq. İndi ikinci sırada. Deməli, yenə eyni qaydada ilməni yaradırıq. Belə. İndi biz deməli
burada lazımdır. Aha. Adətən yeni sıranı, köhnə sıranı harda bitirmişdimsə, onun yanından başlayıram, ən yaxın yerdən ki, bu ucular, bu quyruqlar yaxın olsun, onları düyünləyib sonra birlikdə gizlətmək olur rahat. Bu sadəcə bir tərcih məsələsidir. Siz özünüz baxın. Belə xoşlamırsınızsa başqa cür eləyin. Deməli, indi biz həmin bu ləçəkləri, baxın, bu bir zəncir boşluqlarına toxuyacağıq. Bu sütunların arasındakı məsafəyə, cütlərin arasında. Belə. Deməli, bura keçirik. Bu ilməmizi çıxardırıq. 3 dənə zəncir toxuyuruq. Sonra bura 3 dənə bir atmalı sütun toxuyuruq. Hamısı eyni bura. Deməli, bu bir atmalı sütun, tam sütundur. Bunu 2-2 toxuyuruq. Bu 1, bu 2, bu 3, bir, 2, 3 dənə zəncir toxuyuruq və bunu da həmin bu eyni yerə sürüşdürmə ilməsi ilə bərkidirik. Bu şəkildə. Belə qəşəng sıxaq. Deməli, ikinci sıramız ilk ləçək sıramızdır və ikinci sıradakı ləçəyimiz nədən ibarətdir? 3 dənə zəncir, 3 dənə bir atmalı sütun və 3 dənə zəncir. Getdik dəyişəm. Deməli, növbəti bir zəncir boşluğuna gedirik və bura sürüşdürmə ilməsi ilə keçirik, bərkidirik yerimizi. Belə. Burada indi eyni şey eləyirik. 1, 2, 3 dənə zəncir toxuduq. İndi 3 dənə bir atmalı sütun toxuyaq bura. Bu 1, bu 2, bu 3, 1, 2, 3 dənə zəncir və həmin o 3 dənə zənciri də eyni bura sürüşdürmə ilməsi ilə bərkidirik. Belə. Biraz da sıxaq. Bu ləçəklərimiz artıq formalaşır. Birini də göstərək. Deməli, gedirik növbəti boşluğa. Burada sürüşdürmə ilməsi ilə keçirik. 3 dənə zəncir toxuyuruq. 3 dənə sütun toxuyuruq bura. Bu 2, bu 3, 1, 2, 3 dənə zəncir və onu da bura bərkidirik. Biraz sıxaq belə. Baxın, burada indi pauzaya basacağım. Bütün ləçəklər bu sırada eyni olacaqdır. Bütün bu bir zəncir boşluqlarına bu ağ sırada. Bu ləçəklərdən toxuyacaq 8 dənə ləçək olmalıdır. Sıranın sonunda görüşərik. 8 dənə ləçəyimiz hazırdır. İndi bunu arxadan belə, baxın, bunları bağlayaq. Bu düyünlərimizi. Bu birinci sıranın bitdiyi və ikinci sıranın başladığı yerdir. Belə bağlayaq, sökülməsin. İndi biz sapı kəsmədən gülün arxasına keçib burada körpücüklər yaratmalıyıq növbəti ləçək sırası üçün. Baxın, burada hələ ki ayrıcdır. Bunu birləşdirək. Buralara bir yerə. Okey, sıranı belə birləşdirdik. İndi keçək. Bunu çox da sıxmayın, belə geniş qalsın. İndi belə çevirək.
Belə. Tak, indi baxın, bu cüt sütunlarımız var ya, onlara birləşdirib körpücük yaratmaq lazımdır. Belə. Baxın, burada belə saplar gedir, bura getmək olar. Əslində elə də əhəmiyyəti yoxdur hara birləşdirəcəksiniz. Əsas odur ki, baxın, bu sütunun tam arxasına keçməyin. Çünki onda burada bax, bunların ortasında sap olacaq. Səliqəli olmayacaq. Dəqiqə, kör gözlərim görsün. Baxın, burada bu sarılar var, ləçəklərin arasında. Bunlara birləşdirə bilərik. Bura birləşdirmə nöqtəsi də görsənmir. Amma baxın, burada var. Bir dənə bu sarı ləçəklər arasındakı o məsafədir. Bir dənə də bu ağ. Bu ağ da bu sütunların başıdır. Bir dənə ondan götürə bilərsiniz. Və yaxud həmin o ağ sütunların başındakı hörüyün hər iki tərəfini götürə bilərsiniz. Amma bunu götürsəz öncə yox olar. Mən indi belə eləyəcəm. Dəqiqə. Birini götürəcəm. Bir dənə çalışaq, buradan keçək. Sap mənə müşahidə edir. Deməli, bura bir dənə belə atmasız sütun toxuyuruq. Sonra 1, 2, 3 dənə zəncir toxuyuruq. Gedirik növbəti ləçəyin arxasına, buradan. Belə. Bir, iki, üç. Baxın, belə körpücük yarandı. Bunları hamısının ətrafına eləyək. Vaxtımız azdır. Sıranın sonunda görüşək. Baxın, körpücükləri bir hər ləçəyin arxasında bir dənə körpücük oldu. 8 dənə olmalıdır. Ləçəklərimiz bütün sıralarda miqdarı 8-dir. Bu son körpücükdür. Onu da ilk başladığımız bu körpücüyü qaldıranda burada bir atması sütun toxumuşduq. Onun başına bərkidirik. Saplar məndən məzələnir. Belə bərkidək, sürüşdürmə ilməsi ilə. Sapı kəsək. Əgər rəngi dəyişmək istəyirsinizsə, bu qədər. İndi keçək növbəti videoda ikinci sıramızı toxuyaq.